Əli qələm tutandan etüd çantası onun yol yoldaşıdır. Uzun illərdir yanaşı addımlayırlar. Zaman onları o qədər doğmalaşdırıb ki, can bir qəlbə çevriliblər. Bir gün də olsa bir-birlərindən ayrılmayıblar və nə yaxşı ki ayrılmayıblar. Yoxsa Azərbaycanla Türkiyə arasında sənət körpüsünü kim qurardı? Məqsədimiz özümüzdən sonra bir iz qoymaqdır. Biz bu günləri Türk dünyasında çalışmalıyıq ki, öz sənətimizlə bu Türk dünyasında olan bütün mədəni əlaqələri birləşdirək və bütün dünyaya göstərək ki, Türkün tarixi qədimdir, Türkün mədəniyyəti böyükdür və Azərbaycanın da özünün spesifik mədəniyyəti, zəngin tarixi var. Rəssam Eldəniz Babayevin emalatxanası onun rəngarəng dünyasının ünvanıdır. Amalına çatmaq üçün yaşı bilinməyən xalqımızın yaddaşını eskiz-eskiz, rəng-rəng kətana köçürür. Fırçası, sadə qələmi rəssamın daha çox yaradanla ünsiyyətidir. Yaradıcı böyük Allahdır. Amma biz bir fərd olaraq gördüyümüzü öz əqlimizdən, şuurumuzdan keçirdib qələm və fırçamız vasitəsilə biz onu kətana, xalçaya və yaxud heykələ çeviririk. Budur sənət. Hər şey Eldəniz Babayevin sözü olan sonsuz məhəbbətindən başlayır. Söz onun əlinə elə bir qələm verir ki, onu beyt-beyt rəssama çevirir. Ədəbiyyat kitablarında şairlərin böyük rəssamlar tərəfindən çəkilmiş eskiz obrazları olurdu. Və mən bir gün ədəbiyyat kitabına baxanda bir dəfə Məhəmməd Füzulinin obrazı o qrafika məni çox çəkdi. Böyük bir kağız götürdüm və onu o vaxt təbii ki evdə malbert yox idi. Birbaşa mebelin üstünə onu belə orada həkk elədim və ondan sonra karandaşla, sonra akvarellə həmin Füzulinin portretini, bir surətini yaratmaq istədim. Məndə nəsə alındı. Çox yaxın bir ailə dostumuz bizə ziyarət eləyəndə onun özünün də əl qabiliyyəti var idi, düzdür, rəssam deyildi. Və o mənim valideynimə bildirdi ki, Eldənizin cızmaq arasında mən onun gələcəkdə bir rəssam kimi formalaşmasını indidən görə bilirəm. Pionerlər Sarayı var idi və demək olar ki, Azərbaycanın böyük sənətkarları da, təsviri sənət ustaları hamısı o Pionerlər Sarayından bir qapı kimi yolları keçibdir. Mən də ora getmişəm və sənətkarlarımızdan biri olan Rasim Nəzirovun şagirdi olmuşam orada. İçəri şəhəri çəkməyi lap uşaqlıqdan çox sevir. Bakının bu qədim şəhərinin qala divarları, daş döşəmələri eskizlərində canlana-canlana onu təsviri sənətə daha da bağlayır. Çox az bir zamanda mən böyük bir həvəslə irəliləməyə başladım və Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə daxil oldum ora və Mirteyub Xəlilovdan, əməkdar rəssam Eyyub Hüseynovdan, Yavuz müəllim Kərimovdan, Hafiz Məmmədovdan dərs almışam. Eldəniz Babayev təsviri sənətin sirlərinə elə vaqif olur ki, əsərləri öz bitkinliyi, plastik qüdrəti, bədii həllin dərinliyi ilə seçilir. Rəssam düşündüyü kompozisiyaya uyğun olaraq
rəng və işıq əllərini dəqiqliklə ölçüb biçərək paylayır, ən əsası isə tablolarına ruh verir. Eldənizi mən gəncliyindən tanıyıram. Hələ tələbəlik illərdə orada tələbə olaraq maraqlı işləri mənim yadımdadır. Orada da öz zəhməti ilə, işləri ilə seçilirdi. Sonra isə bitirəndən sonra çox lazımlı bir sənətlə də özü ilə başladı işləməyə, qalereya yaratdı, əsərlərini, rəssamların əsərlərini orada təqdim edirdi. Təkcə Azərbaycan rəssamları yox, həm də xarici rəssamların orada əsərləri nümayiş olunurdu. Əzim Əzimzadə adına məktəbi fərqlənməklə bitirdiyim üçün birbaşa Mirzəvi Əliyev adına İncəsənət Təhsil Müəssisəsinin Boyakarlıq Fakültəsinə daxil oldum və orada da mən həm yenə də ictimai fəaliyyətlə məşğul olmağa başladım və Sultan Məhəmməd mükafatı aldım. İncəsənət Universitetində oxuduğu günlər mənim yadımdadır. Mən də o vaxtlar orada təzə dərs deməyə başlamışdım İncəsənət Universitetində. Onun yaradıcılığı hələm tələbəlik illərindən müvəffəqiyyətlə başlanmışdı. Və Eldəniz sonradan gözəl qrafika əsərləri yaratmağa başladı. Bir çox onun qrafikalarında dövlət xadimləri, şairlər, yazıçılar, rəssamlar yer tutdular və onları o böyük bir sevgi, diqqətlə çalışırdı yerinə yetirsin. Sovet dövründə nədənsə Moskva belə siyasət sürürdü ki, Azərbaycanda rəssamlıq ali təhsil olmasın. Azərbaycan rəssamları SSR-nin müxtəlif respublikalarında təhsil alırdılar və əfsuslar olsun ki, hər gələn təhsil aldığı respublikanın təsiri altında çalışırdı. Ancaq müstəqillik dövründə bizdə rəssamlıq təhsili müstəqil oldu və milli oldu. Eldəniz Babayevində mədəniyyətimizdə yeri məhz ondan ibarətdir ki, o sırf Azərbaycan kökü üstə öyrənilmiş rəssamdır. Azərbaycan təsviri sənəti ümumiyyətlə o qədər zəngindir, o qədər dərin köklərə malikdir ki, bəzən deyirlər ki, bizdə müəyyən İslam dininin olması ilə, təsirləri ilə bağlı Azərbaycanda ümumiyyətlə təsviri sənət, əgər miniatür sənəti, xalça sənəti, ümumiyyətlə dekorativ tətbiq sənəti inkişaf eləyibsə də, amma boyakarlıq və bir başqa qrafika sənəti deyək ki, Sovet devrindən başlayıb. 17-ci əsrdə Sadiq bəy Afşarın məcmuəsi var bundan bağlı. Orada göstərir ki, o dövrdə Azərbaycanın görkəmli sənətkarı Kəmaləddin Behzad Sultan Məhəmməddin də bir vərdişləri və onların da bir məktəbi olub. Ənənə bizə əsrlərdir gəlib bu günümüzə. Yəni bu heç də Sovet devrindən başlamayıbdı. Amma onu da qeyd eləmək istəyərdim ki, təbii ki, Azərbaycanın, yəni istər Əzim Əzimzadənin özünün və ümumiyyətlə ondan sonraki gələn nəsillərdir. Salam Salamzadədir, yəni yaşlı nəslin nümayəndəsi deyim. Mikayıl Abdullayevdir, Tahir Salahovdur, Toğrul Nərimanbəyevdir, Ömər Eldarovdur, heykəltaraş. Bu nəsil də sonradan bunu inkişaf etdirib və Azərbaycanın qızıl dövrü olan o bir dövr ki var, 60-cı, 50-ci, 80-ci illər və mənim də şansım onda gətiribdir ki, mən bu insanların əksəriyyəti ilə təmasda olmuşam. Muzey rəssamın ilham qaynağıdırsa,
Muzeydə dost ziyarəti də fırça ustasına hər zaman qol-qanad, ruh verir. Xoş gəlmisiniz Eldəniz müəllim. Necəsiniz? Nə var, nə yox? Keyfiniz alır necədir? Yaxşısınız. Nə yaxşı köynə iş yerinizə. Yolumuz bu gün düşdü muzeyə. Çox Gəldim gözəl, bizim- çox gözəl. Sizi də ziyarət edin. Səkinə xoş gördük sizi də. Eldəniz, sən bizim yoldaşımız, dostumuz, gözəl bir rəssamsan. Sənə həmişə bu qapılar açıqdır. Bura sənin öz evin, öz emalatxanan, öz məkanın. Atif müəllim, siz bilirsiniz ki, mən düz tələbəlik illərindən Bəli. bu muzeyə gəlib gedirəm və birbaşa bərpaçılıq mərkəzi ilə uzun illərdir əlaqəmiz var. Eldəniz Babayevin rəssam kimi formalaşmağında heç şübhəsiz onun dünyaya göz açdığı Lənkəranın ecazkar təbiətinin böyük rolu var. Azərbaycanın cənub bölgəsi, xüsusən Xanbulan gölü, Lənkəran cəmaatının səmimiyyəti, bu el-obanın adət-ənənəsi bir də onun tablolarında yaşayır. Rəssamın fırçası həm də onu qayğısız uşaqlıq illərinə aparır. Ay selamun aleyküm. Mənim yaradıcılığımda baxsaq, Azərbaycanın bir çox bölgələri, istər Lahıc, İsmayıllı bölgəsi, istər Şəki bölgəsi və eyni zamanda mənim üçün doğma olan Lənkəran çox rəngarəng bir koloriti var, oranın mənzərəsi, adət-ənənələri bu mənim əsərlərimdə də özünü göstərir. Eldəniz Babayev təkcə Azərbaycanın deyil, Türk dünyasının təsviri sənətində, xüsusən də ədəbiyyatı yaşadan rəssamlardandır. Hələ məktəbli vaxtlarında ədəbiyyata olan sonsuz sevgisi onu bir gün də olsa tərk eləmir. Əksinə, silsilə əsərlərinin yaranmasına səbəb olur. Ədəbiyyat nümayəndələri həmişə mənim fikrimi və daxili aləmimi narahat edib yaxşı mənada. Bununla bağlı mən böyük Bəxtiyar Vahabzadə ilə həm canlı təmasda olmuşam. Eyni zamanda Əbmə Cavad yaradıcılığı, Türk dünyası ilə bağlı Akif Ərsoy yaradıcılığı və bu bir vəsilə olaraq mənim yaradıcılığımda böyük bir qrafik portretlər qalereyası yaratmağı məni vəsf elədi. Rəssamlıq belə bir şeydir ki, rəssamlığı gərək yaşayasan. Bu mənbək, bu pınar, bu bulaq milli ruhdan gəlir. O milli ruh, milli ənənənə bizim yaradıcılığımızda, bizim yaratdığımız sənətdə digər xalqlara bir örnək ola bilər. ...89-cu ildə Rəssamlar İttifaqı ilə paralel Bakı İncəsənət Mərkəzi o dövrdə yaranıbdı. Mərhum bizim gözəl sənətkarımız Müslüm Eldarov bu cəmiyyəti yaradıb və orada yaradıcı gənclər toplanıb artıq bir qədər də deyək o Sovet realizmindən çıxaraq o qurumda daha azad cəryanlara baş vuran rəssamlar toplaşmışdı. Mən də o zaman tələbə idim və mən də bu cəmiyyətin üzvü oldum və bu cəmiyyət vasitəsilə də İngiltərədə, Fransada, Rumuniyada və Avropanın bir çox ölkələrində Azərbaycanı o dövrdə də öz əsərlərimizlə tanıtmağa müvəffəq olduq biz. Bakı İncəsənət Mərkəzinin gənc üzvü kimi Eldəniz gənc rəssamlar sırasında özünün sənət
yaratmaq, ictimai hadisələrdə iştirak eləmək, ümumiyyətlə bir fəal bir insan kimi, fəal bir rəssam kimi aparan gənc olaraq seçilirdi. Və bu seçim, bu təpki, içəridən gələn təpki, bu içəridən gələn belə bir passionarlıq öz bəhrəsini sonrakı illərdə verməyə başlayır. Rəssam üçün ən vacib odur ki, onun öz dəsti xətti olsun. Eldənizin də xoşbəxtliyi ondadır ki, o hələm gənc yaşlarından öz dəsti xəttini tapmışdır. Eldənizin tablolarının altından adını oxumaq lazım deyil. Elə baxan kimi biləcəksən ki, bu Eldənizin işidir. Müasir büyüm sənətkarlara baxanda biz görürük ki, çoxsu heç kompozisiya ya fiqurlu əsərlər işləmir. Amma Eldəniz müəllimin əsərləri çox fiqurlu, çox maraqlı, çox dəqiq, çox gözəl və əsərə baxanda görürsən ki, sənətkar onun ürəyini qoyub. Təkcə rənglərdən istifadə eləmirdi. Həm də ürəyinin qanını qatardı, düşüncəsini qatardı. Özünün yaradıcılığına, yaradıcılıq istedadı ilə yanaşı maarifləndirici qabiliyyəti olan, biliyi olan, məlumatı olan bir sənətkar olduğu üçün əsərlərinə baxanda diqqətli tamaşaçı onu hiss edirdi. Dünya mədəniyyətinə töhfələr verməkdə olan Azərbaycan xalçaları bir çox rəssamın, o cümlədən Eldəniz Babayevin də yaradıcılığında böyük iz buraxıb. O, Azərbaycan xalça sənətinin nümunələrini öz tablolarında əks etdirmək üçün onun qədim tarixini, xüsusiyyətini, incəliklərini ən ali səviyyədə əks eləyir. Rəssam fırçası ilə tablolara elə ilmə vurur ki, kətandan Azərbaycan xalçaları bərq vuraraq göz oxşuyur. Mənim yaradıcılığımda, hətta tələbəlik devrindən xalçaçılıq elementləri öz əksini tapıb və Azərbaycanın böyük sənətkarlarından və alimlərindən biri olmuş xalçaçı alim Lətif Kərimovun obrazını yaratmışam və onu qeyd etmək istərdim ki, institut illərində, yəni universitet devrində də onun bir neçə dərslərində mən olmuşam və onun maraqlı seminarlarını dinləmişəm. Bundan da mən çox böyük xoşbəxtəm ki, belə bir dahi insanlardan bir dərs almış olmuşam. Eldəniz müəllim, salam. Xoş gəlmisiniz. Muzeyimizdə görməyə çox şadam sizi. Nə yaxşı ki, biz elə burada qarşılaşdıq sizinlə. Lətif Kərimovun güşəsində. Bugün Azərbaycan Milli Xalça Muzeyinin arxivlərində o qədər məktublar var ki, onlar Lətif müəllimə ünvanlandırılıb, müxtəlif ölkələrin aparıcı muzeylərinin rəhbərləri tərəfindən öz dövrü üçün çox parlaq və bütün dünyada tanınmış xalça eksperti idi Lətif müəllim. Bu muzeyin də yaranmasında təbii ki, Lətif müəllim böyük rolu var idi. O, onun ideyası idi ki, 1967-ci ildə 13 mart tarixində Nazirlər Kabinetinin qərarı ilə ilk xalça muzeyi, dünyanın ilk xalça muzeyi təsis edildi. Və nə xoş bizə ki, bugün Lətif müəllimin irsi yenə də öyrənilir və davam etdirilir. Mən çox bəyəndim sizin yaratdığınız bu portreti. Sizin dəsti xəttiniz təbii ki, burada görünür. Mən əminəm ki, bu portret Lətif müəllimin portretləri arasında xüsusi bir yer tutacaq. Onun iki ana xətti var yaradıcılığında. Bir qrafikadır. O qrafikanın içərisində isə ən görkəmli yeri onun portretləridir. Mən düzü istədiyim ki, onun portretlərinə mən vurğunam.
Çünki o portretlərdə obrazın xarakterini verə bilibdi. Azərbaycan yeni müstəqillik devrinə ayaq qoymağa, qədəm qoymağa başlamışdı və əsasən də Heydər Əliyev cənabları hakimiyyətə gəldikdən sonra, ölkənin rəhbəri olduqdan sonra bizim Türkiyə ilə, Türkiyə Cümhuriyyəti ilə ünsiyyətimiz başladı qurulmağa və mən artıq o dövrdən bizim türkcə desək, geleneksel türk sənətlərinə mənim bir marağım oyandı. Eldəniz Babayev hələ tələbəlik illərində Türkiyəyə ezam olunur, gənc bərpaçı rəssam kimi fəaliyyət göstərir. Türkiyə öz mədəniyyəti, tarixi, ədəbiyyatı, coğrafiyası ilə gənc rəssamın yaradıcılığında elə dərin iz buraxır ki, yaradıcılığı vasitəsilə Türkiyənin zəngin mədəni və mənəvi irsini təbliğ etməyə başlayır. Türkiyə ilə Azərbaycanın bu dostluğunun, ümumiyyətlə Türk yaradıcılığı ilə Azərbaycan yaradıcılığının birləşməsi, onların bir yerdə sərgi keçirilməsi, onun çox böyük bir ürəklə bu işi görür. Talihim belə gətirdi ki, Türkiyə Cümhuriyyətinə qayıtdım. Orada bədii tərtibat işləri ilə həm İstanbulda, həm İzmirin özündə və əsasən də Quşadasında davam elədim. Türkiyənin çox bölgələrini gəzdim. Onların milli adətlərini, nə qədər bizim Azərbaycanın milli adətləri ilə uyğun, yaxın olduğunu mən orada gördüm. Onları incələdim və oradan da böyük bir material topladıqdan sonra çox böyük eskizlər həyata keçirtdim. Osmanlı devrindən çox böyük memarlıq abidələri var və onların geyim tərzləri, həmin memarlıq abidələri, ümumiyyətlə də musiqiləri mənim daxilimə, ruhuma oxşadığına görə məndə belə bir maraq yarandı. Eldəniz Azərbaycan-Türkiyə cəmiyyətinin ən fəal üzvlərindən biridir. Həqiqətən bizim bir aləmiz var, bu da Türk dünyası. Biz bu yola gedən yolda öz gücünü səfərbər etməlidir və bizim birliyimizi təmin olunması üçün əlindən gələni əsirgəməlidir. Həm Azərbaycan, həm Türkiyə düşüncə adamları, mütəfəkkirləri, şairləri, ədəbiyyat adamları, siyasət adamlarının portretlərinin fərqli bir üslubda işlənməsi və bunların təqdimatı çox önəmlidir. Ressam Eldəniz Babayev'in çalışmalarında Azerbaycan-Türkiye ilişkilerinde adeta bir köprü görevini üstlendiğine ve bu görevi de layıkıyla yerine getirdiğine tanık oluyoruz. Sanatçının sanatında Türk halkının tarihinin, kültürünün ve medeniyetinin ön planda olması, onun Türk dünyasının bir parçası olduğunun en açık kanıtıdır. Biz onun resimlerine, yaptığı resimlere bakarak, kendi iç dünyamızdaki zenginliği de ona ekleyerek çok farklı ve çok güzel yorumlarla geleceğe ışık tutacak bu özel çalışmalara kıymet veriyoruz. Yaşasın Eldeniz ve Eldeniz gibilerin sanatı, yaşasın Azerbaycan, yaşasın Türkiye, yaşasın Türk dünyasının kutlu geleceği diyorum. Yaradıcılığını iki qardaş ölkənin təsviri sənətinə həsr etmək Eldəniz Babayevin əsas missiyasına çevrilir. Rəssamın Türkiyə motivli tabloları bugün sərgiləri, şəxsi kolleksiyaları bəzəyir. Türkiyəyə hər səfər rəssamın yaradıcılığını yeni əsərlərlə zənginləşdirir.
Zəfər müjdəsi 2-ci Qarabağ savaşına həsr olunmuş bir tematika idi. Onun türk zəhmətkeşinin obrazında bir həmrəyliyin simvoludur həmin əsər. Azərbaycanın haqq savaşında qazandığı şanlı zəfər təsviri sənətdə yeni səhifə açır. Eldəniz Babayev Zəfər müjdəsi əsəri ilə müzəffər ordumuzun qazandığı zəfərə töhfəsini verir. Zəfər müjdəsi əsəri rəssamın illər ərzində hər iki qardaş ölkənin mədəniyyətini, tarixini tərənnüm edən əsərlərini də bir araya gətirir. Eldəniz Babayev Zəfər müjdəsi sərgisini hər iki ölkədə nümayiş etdirir. Eldənizin yaratdığı 44 gün bizim ən ağrılı və sevimli günlərimiz idi. Eldəniz də öz tablolarında çalışdı ki, bunu göstərsin. Bizim türk qardaşlarımız bizə ən çox dəstək olan, mənəvi və hərtərəfli dəstək olan bir xalq olaraq, bir ölkə olaraq yanımızda oldular. Türkiyə Cumhuriyyətinin səfirliyi vasitəsilə və Türkiyənin Mədəniyyət Kültür Bakanlığı və Azərbaycan Mədəniyyət Nazirliyindən bir yerdə biz burada və eyni zamanda İstanbulda 24-cü ildə Atatürk mərkəzində daha böyük bir geniş formatda biz Zəfər müjdəsi sərgisini həyata keçirtdik və mən orada eyni zamanda o dövrdə Türk paşalarının Azərbaycanın istiqlaliyyəti uğrunda göstərmiş olduğu rəşadəti Ənvər Paşanın simasında mən göstərdim. Nuru Paşanın, Mehmandarovun o zaman hərbiyə nazir olmuş və Kazım bəy Qarabəkirin obrazlarını yaratdım. Babamın yanında Hüseyin Cavit Bey. Hüseyin Cavit Bey ile Kazım Karabekir adeta kardeş gibi birbirlerine yakın iki insan. Karabekir Kars'ı kurtardıktan sonra daha ötesi Nahçıvan diyor. Ve Nahçıvan'ın kurtuluşunda Hüseyin Cavit Bey ile Kazım Karabekir düşmanı püskürtüyorlar. Okullar açılıyor, tiyatrolar açılıyor ve Kazım Karabekir Nahçıvan emin ellerde diye İran Tebriz'e gidiyor ki oradan Bakü'ye gidecektir. Fakat ne acıdır ki Mondros Ateşkes imzalanır, Karabekir Bakü'ye gidemez ama Nuri Paşa'mız Bakü'ye gider ve gereği gibi Bakü'yü kurtarır. Gerçekten çok etkilendiğimiz sergiydi. Bir taraftan eserlerinde milli ruhu, tarihi kimliği ve kültürel kimliği başarıyla yansıtan Türk dünyasının önünde gelen sanatçısı olarak gördüm kendisini. Türksoy'un Ressamlar Buluşması programında Türk kültürünün yeni nesillere aktarılması ve genç sanatçıların yetişmesine yönelik katkılar açısından son derece önemlidir. Eldeniz Babayev güçlü çizgileri ve anlam yüklü anlatımıyla hayat bulan bu eserleri yalnızca sanatsal bir üretim değil, aynı zamanda Türk dünyasının ortak hafızasına, değerlerine ve tarihsel birliğine görsel bir saygı duruşudur. Eldənizin ilk sərgisi idi və biz burada bu illər ərzində topladığı təcrübənin, topladığı biliyin bir kvintessensiyasını, bir məcmusunu orada gördük. Bu sərgi əlbəttə bir tərəfdən Azərbaycanın o böyük zəfərinin bizim sənət miqyasında, rəssamlıq düşüncəsi, təsviri sənət düşüncəsi miqyasında qiymətləndirilməsi, alqışlanılması idi. Başqa bir tərəfdən də Azərbaycan-Türkiyə münasibətlərinin təntənəsini ifadə eləmək baxımından çox böyük əhəmiyyətə malik idi. Və ona görə də onun Zəfər müjdəsi sərgisi həm sənətkarların, həm də bizim cəmiyyətimizin çox
marağına səbəb oldu. Əvvəl orada çox gözəl portretlər vardı. Azərbaycanın görkəmli şəxsləri ilə Türkiyənin görkəmli şəxslərinin bir yerdə sərgi çox müvəffəqiyyətlə keçdi. Sərgilər niyə görədir? Hər bir rəssam sərgisi olanda o yenidən öz işinə baxır. İrəliyə getmək üçün səhvlərini görür, hardasa başqa fikirləri gəlir ya da başqa bir yeni bir səhifə açır yaradıcılığında. Azerbaycan'ın yetiştirmiş olduğu çok önemli ressamlardan birisi ve uluslararası alanda da adından söz ettiren Eldeniz Babayev, geçtiğimiz yıl Atatürk Kültür Merkezi'nde 27 Haziran 5 Temmuz tarihleri arasında Zafer Müjdesi başlığıyla bir sergi açtı. Ve Eldeniz Babayev'in bu sergisi içerisinde yer alan tablolar İstanbullu ve Türk izleyiciler tarafından çok büyük ilgi gördü. Türkiyənin Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə Türkiyə İş Bankası mənə müraciət elədilər. Atatürk İş Bankalıları salamlayır belə bir əsəri, hadisəni canlandırmağı mənə tapşırdılar. 1927-ci ildə olub. Onun belə bir fotoları da olmayıb, amma bənzər arxiv fotolarının nəticəsində biz deməli bir 8 ay ərzində bu əsəri ortaya çıxartdım. Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri, ölkənin qurucusu və ilk prezidenti Mustafa Kemal Atatürkün obrazı, şəxsiyyəti hər bir türk rəssamının, o cümlədən Eldəniz Babayevin də daim maraq dairəsində olub. Rəssam illərdir ki, Atatürkün simasında yalnız bir dövlət xadimini deyil, bütöv bir millətin iradəsini, azadlıq ruhunu və modern düşüncəsini gördüyü üçün onun portretini yaradır. Hal-hazırda Türkiyə İş Bankasının Eminönüdə, İstanbulda yerləşdiyi təməl binasında və Atatürkün salonunda nümayiş olunur. Xalqına rifah gətirən, onu gələcəyə aparan Mustafa Kemal Atatürkün obrazı rəssamın yağlı boya ilə çəkdiyi tablosunda da əks olunur. Eldəniz Babayev Atatürkün baxışlarındakı qətiyyəti, çöhrəsindəki təmkini kətana köçürməyə çalışır. Karandaşın gücü, belə deyək ki, məni öz deyir ki, o dənizinə apardı, dəryasına apardı. Mən Ulu Öndərin də obrazını yaratmışam. Bu şəxsiyyətlər çox böyük məsuliyyətdir. Təsviri sənət baxımından düşünsək, o dövrün sultanların, padşahların obrazlarını hər bir rəssama müvəffəq olmayıb yaratmağa. Çünki onların daxili aləmini göstərilməsi heç də asan bir məqam olmadığına görə mən düşünürəm ki, nəyisə bacarıb ortaya qoymuşam, bunu artıq tamaşaçılar deyə bilər. Azərbaycanın ümumilli lideri Heydər Əliyevin obrazı Eldəniz Babayevin portret janrında yaratdığı ən ifadəli və daxili enerjisi ilə çəkilən əsərlər sırasında xüsusi yer tutur. Rəssam bu portretində təkcə Ulu Öndərin zahiri cizgilərini deyil, onun xarakterindəki qətiyyətini, dövlətçilik təfəkkürünü canlandırmağa çalışır. Azərbaycan və Türkiyə münasibətlərinin inkişafının bir mənbəyində Atatürk dayanırsa, o biri mənbəyində Heydər Əliyev dayanır.
Atatürklə Heydər Əliyevin münasibətləri Azərbaycan-Türkiyə münasibətlərinin məhək daşıdır. Bax, bu baxımdan bizim siyasətçilərin, dövlət başçılarının göstərdiyi bu xidmətlərə bizim sənətkarlarımız da Eldəniz Babayevin şəxsində qoşulurlar və bu münasibətləri öz gözəl əsərlərinlə tərənnüm edirlər. İstər Ulu Atatürklə Heydər Əliyevin birlikdə mirasının rəsm üzərindən tanıtılması, ardınca digər Azərbaycanın tanınmış yazarlarının və müxtəlif dövrlərdə Füzuli, Nizami və başqa klassik şairlərimizin tanıdılması, eyni zamanda Türkiyədə Aşıq Veysəlin və Türkiyənin Tofiq Fikrətdən tutmuş Məhməd Akifə qədər müxtəlif şəxslərin tanıdılması, Kazım Qarabəkir Paşanın və digər hərbiçi və siyasət profilli insanların rəsmlərinin bir yerdə təqdim olunması həm də bir qardaşlıq modelimizin bir palitrada göstərilməsi deməkdir. 97-98-ci illərdə Azərbaycana qayıtdım və yenidən Bakı İncəsənət Mərkəzində öz fəaliyyətimi davam elədim. Bir dövrdən sonra da mən Bakı Şəhər Mədəniyyət İdarəsində məni dəvət elədilər. Mən bir 10 ilə qədər Bakı Mədəniyyət İdarəsində Qala Rəsm Qalereyasının müdiri vəzifəsində çalışdım. Eldəniz müəllim Bakı Şəhər Mədəniyyət Baş İdarəsində fəaliyyət göstəribdi. Uzun müddət Qala Rəsm Qalereyasına rəhbərlik eləyibdi. Bir çox sənətkarların əsərləri həmin qalereyada sərgilənibdir. Gənc rəssamların orada tanıdılmasında, sərgilərinin keçirilməsi böyük əhəmiyyət kəsb eləyib. Bu işlərdə Eldəniz müəllimin rolu danılmazdır. Xatırlayıram ki, biz orada yenə də Türkiyə ilə bağlı həm Azərbaycan miniatür məktəbinin nümayəndələri ilə, həm də Türkiyə təhsil və miniatür nümayəndələrinin əsərlərini orada sərgilədik və böyük Bəxtiyar Vahabzadə həmin sərgini gəldi, tanış oldu. Böyük Şəhriyarın CD-sinin təqdimatını keçirdik və eyni zamanda Qala Qalereyasının böyük bir nəfis şəkildə nəşr olunmuş kitabını Azərbaycan ingilis dilində nəşrinin təqdimatını elədik və sərgisini elədik. Orada yenə də böyük Bəxtiyar Vahabzadə gəldi, Baba Pünan çıxış elədi. Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda fəaliyyətinin Qaçqınlar üzrə Ali Komissarlığının 10 illiyini təşkil eləmiş bu mənim çiyinlərimdə oldu. Bu çox beynəlxalq bir tədbir idi. Bizim qaçqınçılıq, köçkünçülük məzmunumuz bizi çox narahat edirdi. Hətta o dövrdə BMT-nin kataloqları var və o kataloqa biz Azərbaycan rəssamlarının, sənətkarlarının bu mövzuda olan əsərlərini sərgilədim. أذربيجان ألدنيز بابايف أنا أكن له كل الاحترام والتقدير ومعرفتي به منذ فترة كبيرة أتمنى له دائما التوفيق والنجاح ودائما في رقي وفي أفعال ورسم وأشياء جميلة يقدمها لنا. El DENIS, un espacio que impulsa el intercambio cultural entre nuestros países y seguramente, como bien lo hemos conversado el día de hoy, muchos proyectos a futuro que nos van a ayudar a intercambiar, ¿no?, escenarios en el tema específicamente del arte y la pintura. Recibimos hoy con gran agrado y con un profundo orgullo uno de los últimos trabajos del pintor El Denis,
que nos ha entregado el día de hoy acá en la embajada, donde recoge una serie de elementos de su... Bir təşkilatçı kimi də Eldəniz Babayevin yeri görünür. Hər rəssam təşkilatçı ola bilmir. İçəri şəhərdə bizim Bakı adlı qalereyası artıq neçə ildir fəaliyyət göstərir. Yəni bunlar hamısı yaradıcılıqla əlaqədar. Düzdür, bu təşkilatçılıq işi rəssamın vaxtını alır, ancaq elə insanlar var ki, bunları çatdırır. When I first came to Baku in April 2000, I knew nothing at all about the history and the culture of this wonderful country. It was my students who told me that I had to go to İçeri Şehir, the old part of the city, and I also read that in İçeri Şehir there were art galleries. So for me, the history and the culture was a combination that I could not resist. So I went there and I looked through the galleries, and I was amazed by the architecture and the history in the stones of İçeri Şehir. Hansı bir məkanda olmağından asılı olmayaraq Azərbaycan muğamlarına qulaq asaraq, yəni mən bu əsərləri yaradıram. İlk əmək fəaliyyətim də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyindən başlayıbdı və məndə Azərbaycan musiqi alətlərinə münasibət başladı belə yaranmağa və mən tarla bağlı bir neçə silsilə natürmortlar işlədim. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Eldəniz Babayevin təkcə ilk çalışdığı iş yeri deyil. Bu muzey onun taleyini dəyişir, ona ailə saadəti bəxş edir. Bir yaradıcı insanın, hər halda mən düşünürəm, sən də bu fikirdəsən, xanımı olmaq həm qürur vericidir, həm məsuliyyətlidir. Eldəniz, bu məkan həm sənə, həm mənə çox doğmadır. Çünki bizim hər ikimizin ilk əmək fəaliyyəti məhz bu muzeydən başlamışdı. Həyat elə gətirib ki, tanışlığımız məhz bu muzeydə baş vermişdi. Və mən Tanrımdan çox razıyam ki, o tanışlığımızın sonu bizim gözəl bir ailə mücəssəməsi olmasına gətirib çıxarıb. Uşaqlıq devrim və yeniyetməlik devrim Bakının, İçəri şəhərin o abu-havasını, köhnə qızmar İçəri şəhərin o günəşli Bakımızın o koloritini və eyni zamanda Elza İbrahimovanın musiqisini dinləməmək mümkün deyildi. Yəni Tofiq Quliyevin. Biz o devrin uşaqlarıyıq, evlatlarıyıq. Demək olar ki, ömrümün 30 ili İçəri şəhərdə keçib və bu dövr ərzində yaradıcılığıma da çox böyük təsir edib İçəri şəhərin memarlığı, abidəsi və gözəlliyi. Hal-hazırda mövcud olduğumuz məkanda və arxamızda olan Seydiyyə
Bakuvi türbəsi mənə gənc yaşlarımdan sufilik elminə, ümumiyyətlə təsəvvüf elminə bir məhəbbət yaradıbdı. Bu da mənim sənətimdə, yaradıcılığımda böyük Nəsimi obrazını və böyük türk alimi olan, şairi olan Yunus Əmrənin obrazını yaratmağa sövq eləyibdi. Türk dünyasının gözəl, böyük xadimləri var, istər dövlət, istər mədəniyyət xadimləri və Azərbaycanın da özünün spesifik mədəniyyəti, zəngin tarixi var və düşünürəm ki, gələcəkdə mən və məndən sonra gələn nəsil də, çünki biz eyni zamanda gənc nəslə də bir örnək, flaqman olaraq özümüzü göstəririk və mütləq bizim də davamçılarımız olacaq. Necə ki, biz öz müəllimlərimizin sənətini davam eləyirik və bizim də gələcəkdə düşünürəm ki, sənətimizi mütləq davam eləyən olacaq. Eldəniz Babayev zəngin yaradıcılığı ilə elə bir sənət imza atır ki, əsərləri əsirlərə əmanətdir. Bu, elə əsl sənətin özüdür.